Salam dostlar, Ausbildung etmək istəyənlər və Ausbildung edənlər. Sizə deyə bilərlər ki, 700.000 euro arası maaş alırsan, Almaniyada yaşamaq üçün bu bomba maaşdır. Yox, bu yanlışdır. Çünki sizdən sosial və digər vergilər tutulur. Yəni, sizin əlinizdə qalan məbləğlə siz Almaniyada yaşamaq məcburiyyətindəsiniz. Ki, Almaniyanın bəzi şəhərlərində ev qiymətləri çox bahadır. Deyək ki, Ausbildung müqaviləsi hazırdır və Ausbildung yeri tapırsınız. Ausbildung müqaviləsi imkan yaradırmı ki, siz tez bir zamanda viza alasınız? Əlbəttə ki, yox. Ausbildung vizasını almaq üçün Almaniyada yaşayış xərclərini qarşılaya biləcəyin haqqında sübut istəyə bilirlər. Ausbildunga və ya Ausbildunglara son ayda müraciət etmək strategiyası düzgün deyil. Çünki siz müraciət edəndə artıq yerlərin çoxu dolmuş olur. Rəsmi Make It Germany səhifəsi saytı bildirir ki, Ausbildunglara 12-18 ay öncədən qeydiyyata başlamaq lazımdır. Almaniyada Ausbildungu tamamlayan şəxs ixtisası üzərində işləyə və ixtisasını daha da büxtələşdirə bilər və daha sonrasında müəyyən şərtlər əsasında uzun müddətli oturum vətəndaşlıq da ala bilər. Yəni, başqalarının dediyi informasiyalara o qədər də inanmır.